Salam əziz 9-cu siniflər. Bugünkü video izahımda 21.04.2024-cü ildə düşmüş 9-cu siniflərin buraxılış suallarının izahını verəcəm. Keçək sualların izahına. Birinci sualda nə deyir? Motorlu qayığın çayın axını ilə sürəti 20,4, axına qarşı isə 15,6 km/saat olarsa çayın sürətini hesablayın. Axın ilə sürəti, məsələn, qayıq tutalım ki, çay bu formada axır, qayıq belə gedir. Qayığın sürəti V qayıq, çay da üstə gəl V çay olmalıdır bir yerdə toplam aparırlarsa. Axına qarşı isə 15,6, axına qarşı V qayıq, çıx V çay. Yəni V qayıq üstə gəlsin V çay 20,4, V qayıq çıx V çay 15,6. Sistem təliyi ilə isə çayın sürətini hesablayın deyir. Deməli, burada alt-alta çıxsam, V qayıqdan V qayığı, yəni çıxıram bunu. 0, üstə gəlsin 2V çay, bərabərdir 20,6-dan 20,4-dən 15,6 çıxanda 14-dən 6 çıxanda 8, 9-dan 5 çıxanda 4. V çayın sürəti olur 2,4, cavab olur E variantı. 2-də ABC üçbucağın sahəsini verib 68, CDB 24 olarsa ADC'nin soruşur. 68'den 24 çıxmaq kifayət eləyir. 44 santimetr kvadrat. 200 ədədi 1, 3, 6 nisbətində 3 hissəyə ayrılmışdı. Alınmış ədədlərdən böyüyü ilə kiçiyin fərqini tapın. Deməli K, 3K, 6K, 200, 10K, 200, K olur 20. Kiçiyi 20, böyüyü ilə kiçiyinin fərqini. Böyüyü isə 120. 120'dən kiçiyin fərqini 20'ni çıxırıq. Cavab eləyir 100. B variantı. A2, 0B nöqtələri C1, 0 nöqtəsinə nəzərən simmetrik olarsa. Deməli, nöqtələri 1, 0 nöqtəsinə nəzərən simmetrik olarsa, nəzər nöqtəsi ortadakı nöqtədir. Məsələn, A nöqtəsi B nöqtəsinə keçirsə, A2, 0, B 1, 0, 1, 0 nöqtəsinə nəzərən. A keçir 0 nöqtəsinə. Deməli, A nədir burada? A nə olmalı ki, 0'a keçsin? A olmalıdır. Bu vəziyyətdə 0'a keçir. Sonra 2 də B nöqtəsinə, 2 də 0'a nəzərən B nöqtəsinə keçirsə, deməli, bu nöqtələri nəzərən keçəndə nəzər nöqtəsi orta nöqtə olur nöqtələrə keçəndə. Deməli, buradan belə çıxır ki, 1 bərabərdir. A üstə gəlsin 0 bölünsün 2. A olur 2. Eyni zamanda 2 üstə gəlsin B bölünsün 2 bərabərdir 0. B də olur -2. Cavab olur E variantı. Keçək 5'ə. Ədədlər arasında neçə tam ədəd var? -3,8 və 4,82 ədədlər arasında neçə tam ədəd var? -3, -2, -1, 0, 1, 2, 3 və 4. Deməli, 5 dənəsi burada, 3'ü burada, 8 dənə. İfadəsini qruplara ayırın. A-nın mərkəzi xaricdən çıxartsam, qalar 3A, çıx 2. D variantı. 7'də. M parametrin hansı qiymətlərini tənliyin 2 bərabər kökü və 2 bərabər kökü olması üçün diskriminant 0'a bərabər olmalıdır. Diskriminant da B kvadrat çıx 4AC bərabərdir 0. B-nin yerində duran -2M'dir. Kvadrata yüksəldin 4M kvadrat. Çıxılsın 4 vurulsun A1'dir. C isə -M çıxılsın 2, onda müsbət olur. M çıxılsın 2 bərabərdir 0'a. Olur 4M kvadrat üstə gəl 4M çıxılsın 8 bərabərdir 0. Sonra
Buradan biz alırıq ki, bu ifadədən 4'e bölsəm m kvadrat üstə gəl m çıxılsın 2 bərabərdir 0. Hansı qiymətlərindədir? Diskriminant tapsam buradan d bərabərdir b kvadrat 4 kere 2 8 9. Tənliyin kökləri v-yetə görə görünür burada. Köklərin cəmi -1, hasili -2-dirsə, deməli cavab olur D variantı. Amma diskriminantla həll eləmək olur. Diskriminantla məsələn həll eləsək, m1 bərabərdir -1 çıx 3 bölü 2 -2 m2 bərabərdir -1 üstə gəlsin 3 bölü 2 1. Nəzirin öz pulunu 7 dəftər, 3 karandaş ya da 5 dəftər, 7 karandaş ala bilər. Dəftərin qiymət karandaşın qiyməti neçə dəfə çoxdur? Nəzirin öz puluna 7 dəftər, 3 karandaş ya da 5 dəftər, 7 karandaş. Toplamda onda 2 dəftər, 4 karandaş düşür. Bunlar ixtisar etsə D bərabərdir 2 dənə karandaş. Dəftərin qiymət karandaşın qiyməti neçə dəfə çoxdur? 2 dəfə. Belə. Sonra bütün iki rəqəmli ədədlər ayrı-ayrı vərəqlərə yazılaraq torbaya atılır. Bütün iki rəqəmli ədədlərin neçə dənədir? 10-dan başlayır 99'da bitir. Olur 99 çıx 10 üstə gəlsin 1. 90 dənə. Bəli. Torbadan təsadüfən seçilən bir vərəqin üzərində ədədin 6'ya bölünən ədəd olmaz. 6'ya bölünən ədədlər hansılardır? İki rəqəmli ədədlər içərisində. 12, 18, 24. İndi bu ədədi silsilə ilə tapmaq olur. Amma hal-hazırda ədədi silsilə 9'un buraxılış proqramda olmadığı üçün bu formada yazaq bunu. 30, 36, 42, 48, 54, 60, 66, 72, 78, sonra 84, 90 ve 96'ın özü. Neçədən oldu? 1, 2, 3, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 15 dənə. Mümkün halların sayı 90 dənədən 15 dənə. İxtisar gedər 6'da 1. Cevap olur A variantı. 10. sualda nə deyir? AB'ye paralel olarsa Y bucağı X və Z ilə ifadə etdirir. Bura Y bucağıdırsa, yaxına gətirib göstərirəm. Onda burada Y-dir. Çünki uyğun bucaqlardır. Üçbucağın, yəni Z üstə gəlsin Y, üçbucağın iki daxili bucağı özünə qonşu olmayan xarici bucağına bərabərdir. Bizə deyir Y bucağını X və Z ilə ifadə edir. X çıxılsın Z. Cavab olur C variantı. Bərabərçi ödənin natural ədədlərin hasilini tap. 1, 2, 3, 4 və 5. 2, 3, 6, 6, 5, 30, 120. E variantı. Mərkəzi O nöqtəsinin çevrədə AB və AC vətərləri çəkilmişdir. Bir dənə çevrə çəkək. Mərkəzi O nöqtəsi AB və AC vətərləri çəkilib. Bir dənə AB vətəri, bir dənə də AC vətəri. Aha. AB AC-yə bərabərdirsə, onda bu qövslər də bir-birinə bərabər olur. Bucaq AOB, bucaq AOB 100 dərəcədirsə, onda bu qövs də 100 dərəcə olur. COA-nı soruşur. Bura O nöqtəsidir. COA-nı. Bu qövs 100 dərəcəsi, bu qövs də 100 dərəcədir. Siz buradan bu xassəni biləndə bəs eləyir. Vətərlər bərabərsə, söykəndiyi qövslər də bərabərdir. Cavab olur C variantı. Həm 2-yə, həm də 3-ə bölünən ədədi göstərin. 2-yə və 3-ə bölünən ədəd 6-ya bölünür. Həm də eyni zamanda həm 2-yə, həm də 3-ə bölünən ədəd istəmir bizdən. 2-yə bölünmək üçün sonu cüt qutarmalıdır. A getdi və yaxud da 0-dan qutarmalıdır. E də getdi. 3'ə bölünmək üçün rəqəmlərin cəmi 3'ə bölünməlidir. 6 üstünə 5, 11 eləyir. B getdi, bölünmür. 6 üstünə 1, 7, üstünə 2, 9, üstünə 4, 13. C də bölünmür. 1 üstünə 6, 7 üstünə 8, 15. D bölünür. İfadəsinin qiymətini hesablayın. Kökün altında
2 vurulsun. 64-dən köhnə çıxır 8. 2-ni 8-ə vuranda 16, 16-dan kök çıxır 4. B variantı. İfadəsini sadələşdirin deyir. Əmsallar bərabərdirsə, A-lar bərabərdir, üstə toplanır. Yəni 10, üstə gəl mənfi 2, çıx 2. Böləndə də çıxılır, üstə gəl 3 olur, çünki mənfi 3 vardır. A üstü ondan 2 çıxan 8, üstünü 3 gəlində 11, D variantı. Çoxluqları verilmişdir. B kəsişməsi C, fərqi A-dan. B-dən C-ni birləşdirsəm, daha doğrusu birləşmədir. B-dən C-ni birləşdirəndə, deməli, 1, 2, 3, 4, 5 yoxdur, 6, 7 var, 8 var, 9 var, 10 var, 11 var, 12 var. A-dan fərqi. A-dan fərqi deyirsə, deməli, A özünə aid olanları alıb gedir. Məsələn, 3 var, 3-ün üstünə xət çəkək, 6 var, çəkək 7 var, çəkək 8, 9 və 10. Bunlar getdi. Qaldı 1, 2, 4, 11, 12. Sayın soruşur 5 dənə. İfadəsini sadələşdirin. Deməli, A çıxılsın 2B vurulsun. Bu olur A çıx 2B. A üstə gəl 2B. Burada 2 mörtəzi xaricini çıxartsam, A üstə gəlsin 4B. A çıx 2B-lər getdi. Qaldı deməli, 2A üstə gəlsin 4'ü çıxartsam, 4'ü çıxartmaq olar, 4'ü çıxartmaq olar. Onda 2B qalır. Bu da gedər. Cavab elə 4'ün özü qalır. Qəşəng. A-nın hansı ən böyük qiymətini bu ədədi 45-ə bölünür. 45-ə bölünməsi üçün deməli 3-ə və 15-ə bölünməlidir. 3-ə və 15 qarşılıqlı sadə olmadığı üçün 5-ə və 9-a bölünmək kimi baxacağım buna. Yəni belə böyük ədədlərdə qarşılıqlı sadə olanlara baxmaz. Məsələn 3-ə 5-ə baxa bilməzsən. Çünki elə onda 9-a bölünməyəcək. Amma 5-ə 9-a baxa bilərsən. İndi 4A 9B ədədi. Bu ədəd 5-ə bölünməsi üçün B ya 0-dan qurtarmalıdır, ya 5-dən. A-nın hansı ən böyük qiymətindir? Bir dəfə mən gətirib, deməli, B-ni yerinə 0 qoyub yoxlayacağım. 0. Onda olur belə, 4 üstə gəlsin, A üstə gəlsin, 9 üstə gəlsin, 0. 4 üstə 9, 13. 13 üstə gəlsin, A. 5-ə bölünməyini bildik. Bu ədəd 9-a da bölünməlidir. Onda A-ya nə verə bilərəm? A-ya verə bilərəm 5. Başqa nə verə bilərəm? 6, 7, 8, 9, 10 heç nə verə bilmirəm. A oldu bir dəfə 5. İndi mən B-nin yerinə 5 qoyacağım burada. Burada B-nin yerinə 5 qoyanda olur 4-ün üstə 5, 9, 18 üstə gəlsin A. Deməli, burada A nə ola bilər? 0 ola bilər. Bir də A ola bilər 9'un özü. Bir dəfə də A oldu 9. A-nın hansı ən böyük qiymətində deyirsə elə 9 qiymətində. Diqqətli olmaq lazım. ABCD paralelogramda BD diagonaldır. Qəşəng. B üstə gəl, 1 üstə gəlsə 3, 60 dərəcə, 4 üstə gəl 2, 150 dərəcə. Burada bucaq 1 bərabərdir bucaq 4-ə. Düzdürmü? Düzdür. Burada bucaq nədir? 3. Aha. Bucaq 4 üstə gəl, bucaq 2, 150. Bucaq 1 üstə gəl, bucaq 3. İndi buradan mən bucaq 4'ün yerinə bucaq 1 üstə gəl, bucaq 2'nin 150 olduğunu bilirim. Bucaq 1 və bucaq 2 150-dirsə, onda bucaq 3 neçə dərəcə olur? Bucaq 3 olur 30 dərəcə. Bucaq 3 30 dərəcədirsə, bucaq 1'i tapa bilərəm artıq. Bucaq 1 üstə gəlsin 30 dərəcə bərabərdir 60'a. Bucaq 1 30 dərəcə. Belə. Sonra 20'də düzbucaqlı paralelipedin 3 müxtəlif üzünün sahəsi 2, 5 və 10'dur. Paralelipedin tam səthinin sahəsi 3 müxtəlif üzünün sahəsi. Bir dənə düzbucaqlı paraleliped çəkək. Həllə baxaq görək bizdən nə istəyir. Deməli.
Belə. Paralelipedin 3 müxtəlif üzünün sahəsi. Məsələn, tutalım ki, bu yan buranın üzünün sahəsi 2-dir, oturacağın sahəsi 5-dir. Məsələn, bir tərəf yan üzünün sahəsi də 10-dur. 10, 10, 20, 2 dənə daxı. Üstəgə 2-dən 4, 2 dənədir. 4, 5-dən 2 dənədir 10. 34. Tam səthin sahəsi. Funksiyasının qrafikinə əsasən 2A üstə gəlsin, B üstə gəlsin, C cəmini tapın deyir. Qəşəng. Bu funksiya sıx düşür. Gəlin bunu biraz aydınlıq gətirək. Bax, bu 2-yə görə mən tənliyi qurum. Birinci növbədə C-ni bilirik ki 4. Səbəb bu 4-ü nə vaxt alır? X-in sıfırlarında. X-in sıfırlarında bu 4 alırsa 0, üstə gəl 0, üstə gəl C bərabərdir 4-ə. C oldu 4. Bu aydın məsələ. C oldu 4. Sonra tənliyin həll eləsəm A vurulsun, X çıxılsın 2-nin kvadratı bərabərdir Y-ə. Mənim niyə X çıxılsın 2-nin kvadratı? Məsələn, hər hansı funksiyada, bax bu qrafik Y-dir, bu da X-dir. 4, 2 vahid sağa sürükübsə, yəni tutam ki, bura gəlibsə, 2 vahid sağa. X çıxılsın 2-nin kvadratı olmalıdır. Amma A əmsəl əlavə yoxdur. 2 niyə? Çünki tənliyin 2 bərabər kökü var. 2 bərabər kökü olur ona görə. İndi gətirib mən burada Y-in yerinə bu 4-ü qoysam, 4-ü harda almışdı? X-in 0 qiymətində. X-in 0 qiymətində. Onda olur A vurulsun 4 bərabər 4-ə, A bərabərdir 1-ə. A-nı tapdıq 1. Yaxşı. A 1. A 1-dirsə biz B-ni tapmalıyıq. B-ni də hansı düsturdan tapacağım mən? B-ni də tapacağım bu düsturdan. M bərabərdir mənfi B böl 2A. M-i bilirəm 2-dir. Bir dənə təpə nöqtə var. Silirəm, yazıram 2. A-nı bilirəm 1-dir. Silirəm, yazıram 1. Onda B nə olur? Mənfi 4. B də oldu mənfi 4. Gətirib yerinə qoysaq artıq hər şey hazırdır. 2 vurulsun A-mız 1, B-miz mənfi 4, C-miz də 4. 4-lər getdi, cavab oldu 2. Belə. Əvvəlcə səbətə 6 alma, sonra qalan almaların sayının 3/1 qədər və daha 6 alma götürdülər səbətdən. Səbətdə əvvəlcə x qədər alma var idi. Əvvəlcə 6 dənə alma götürdülər. Sonra qalan almaların sayının 3/1-i. Yəni 3/1 vurulsun x çıxılsın 6. X çıxılsın 6 alma qaraqı. Və daha 6 dənə alma götürdülər. Nəticədə səbətdə əvvəlki almaların yarısı qədər alma qaldı. Yəni 2/1 x qədər alma qalıb. Düzdür? Bu tənliyi əldə etmək lazımdır. Hər tərəfi 3-ə vursam, bax bunu da 3-ə vururam. Bunu da vururam 3-ə. 3-ə vursam ifadə olacaq belə. 3x çıx 3 kere 6 18. Bunlar getdi. Çıx x üstə gəlsin 6. Çıx 18. Bərabərdir. 3'ə vurmaq mənə sərf eləməz axı. 3'ə niyə vurdum ki mən bunu? 3'ə yox. 6'ya vuraq. 6'ya. Çünki 2'də 1 də getsin də. 3'ə mən bu 3'ü görüb vurdum. Bu 3'ü görüb. Bunu 3'ə vurmaq sərf eləməz. 6'ya vursam 6x çıx 36. 6 ilə 3 ixtisar gedər. 2 qalar. 2'ni x-ə vuranda. Çıx 2x üstə gəlsin 12. Çıx 36 bərabərdir 3x-a. Deməli 3x-i keçirsəm bu tərəfə 6x çıx 2x çıx 3x bərabərdir. 72'dən 12 çıxanı nə qalır? 60. 4x x bərabər oldu 60'a. Deməli səbətdə 60 dənə alma var. Qəşəng sualdır. Gəldik 23'ə. Düzbucaqlı ABC üçbucağında ACB 90 dərəcə, CD
AB-yə perpendikulyardır. AD 2, DB 8 olarsa SABC-nin sahəsini soruşur. CD-nin kvadratı bərabərdir. Dəfələrlə işləmiş bunu. AD vurulsun DB. Düzbucaqlı üçbucağın düzbucaq təpəsinə hipotenuza çəkilmiş hündürlüyün kvadratı ayırdığı hissələrin hasilinə bərabərdir. CD kvadrat bərabərdir 2 vur 8-ə. O 16 eləyir. CD eləyir 4. Vəssalam. CD-ni 4 tapdıq. SABC-də 4 vurulsun. Hipotenuz 10 bölünsün 2-yə. 5 kere 4 20. Sahə olur 20. İsmət kitabı hər gün eyni qədər səhifə oxumaqla 15 günə bitirməli idi. Lakin o hər gün nəzərdə tutduğundan 3 səhifə çox oxuyaraq bu kitabı 10 günə bitirdi. İsmət kitabı hər gün eyni qədər səhifə oxumaqla 15 günə bitirirsə, kitabını tutan ki bilmirəm də, gündə x qədər səhifə oxusa bu adam 15 günə bitirər. Sonra, lakin o hər gün nəzərdə tutduğuna 3 səhifə daha çox oxudu. Yəni x plus 3 səhifə oxudu və 10 günə bitirdi. Kitabın səhifələri bərabərdən olsun. 15x bərabərdir 10x üstə gəlsin 30. 5x bərabərdir 30. X bərabərdir 6. Deməli bu adam gündə 6 səhifə oxumalı idi. 15 günə bitiribsə 15 vur 6 90. Deməli kitab 90 səhifədən ibarətdir. Sonra və 25-də çevrənin ən uzaq iki nöqtəsinin koordinatları. Bu olası çevrənin təlini tapır. Çevrənin ən uzaq iki nöqtəsinin koordinatı mərkəzdən keçir bu formada. A 3 mənfi 2 B mənfi 5 4. Bu çevrənin tənliyini soruşur. Birinci çevrənin mən mərkəzi nöqtəsini qurmalıyam. Çevrənin tənliyini qura bilmirəm. Mərkəzi nöqtəsi də çevrənin O, X, Y orta nöqtədir. X bərabərdir 3 çıx 5 bölü 2 mənfi 1. Mənfi 1. Sonra Y tapmaq üçün Y bərabərdir. Mənfi 2 üstə gəlsin 4 bölü 2. Bu da 1. Bəli. Bu da 1. Və radiusu tapmalıyam. Bu çevrənin tənliyini yazın. Məsələn, AB-nin uzunluğunu tapıb yarı bölsəm diametrdə mənə radiusu verir. Deməli, mənfi 5-dən 3 çıxıram. 8 kvadratı yüksəldirəm 64. Üstə gəl. 4-dən 2 çıxıram 6 kvadratı yüksəldirəm 36. Mənfi 2 çıxıram da. Diametr olur 10. Onda radius olur mu 5? Vəssalam. Çevrənin tənliyi olur belə. Sol tərəfdən yazıram. X üstə gəl 1-in kvadratı. Deməli, üstə gələnsin. Y çıx 1-in kvadratı bərabərdir. Y'nin kvadratı 25. Bu belə. Suallar bitdi. Yəni o dərəcədə çətin sual yox idi. Amma maraqlı suallar var idi. Belə uşaqlar, sağ olun, uğurlar sizə.